Bakıda iş yoldaşının başına stəkan vuraraq öldürməkdə təqsirləndirilən Möhsün Abdullayevin cinayət üzrə məhkəməsi yekunlaşıb. Bakı Azadətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda ona hökm oxunub. Hökmə əsasən Möhsün Abdullayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, dövlət ittihamçısı Tural Yaqubov məhkəməyə təqsirləndirilən şəxsin 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi. Qeyd edək ki, Möhsün Abdullayev 1970-ci ildə Gədəbəy rayonunda anadan olub. 1997-ci ildə zorlama əməlinə görə məhkum olunub. Avrasiya İnşaat Azərbaycan Açıq Səhmdar Cəmiyyətində qalibçi işləyib. İfadəsi zamanı Möhsün Abdullayev iş yoldaşını masanın üzərində götürdüyü stəkanla cəmi bir dəfə vurduğunu qeyd edib. Onun sözlərinə görə buna Bahadur Tağıyevin ona əsassız yerə söyməsi səbəb olub. İttihama görə Möhsün Abdullayev masanın üzərində olan dəstəkli stəkanı götürdükdən sonra Bahadur Tağıyevin başına 4 dəfə zərbə indirib. Nəticədə zərər çəkənin başından qan axmağa başlayıb. Sonra yumruqla ona zərbələr vurub. Onun məqsədi Tağıyevdən işlətdiyi nalayiq ifadələrə görə qisas almaq olub. Amma məhkəmə zalında Möhsün Abdullayev bildirib ki, məqsədi qisas olmayıb. Sadəcə Bahadurun əlindən çıxmaqdan ötürü ona stəkanla vurub. Möhsün Abdullayevə qarşı cinayət məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb. Orxan Rasifoğlu, məhkəmə xəbərləri.